Salam əziz abituriyentlər. Biz bugün sizinlə litosfer tavaları və onların hərəkəti mövzusuna toxunacağıq. Gəlin əvvəlcə yadımıza salaq ki, ilk quru parçası Pangeya adlanırdır. Doğrudur. Pangeyanı isə Pantalas adlanan okean əhatə edirdi. Və Paleozoy erasında Pangeya iki hissəyə ayrıldı. Lavrasiya və Gondvanaya. Lavrasiya şimalda, Gondvana isə cənubda yerləşirdi və Mezozoyda isə Lavrasiya özü də iki yerə ayrıldı. Avrasiya və Şimali Amerikaya, Gondvana isə Cənubi Amerika, Afrika, Antarktida, Avstraliya, Hindistan və Ərəbistana parçalandı. Hindistan və Ərəbistan yarımadaları sonralar Gondvanadan ayrılaraq Avrasiyaya birləşdi ki, biz bunları hələ də Avrasiya üçün yad quru sahəsi hesab edirik. Bu parçalanmalar, bu tavaların hərəkəti nəyə görə baş verdi? Gəlin indi ona nəzər salaq. Əvvəlcə xatırlayaq ki, litosfer nədir? Litosfer yer qabığı ilə üst mantiyanın üst bərk hissəsinin əmələ gətirdiyi təbəqədir. Və bu təbəqə litosfer tavaları adlanan ayrı-ayrı parçalardan ibarətdir. Yəni bütöv deyil. Və bu tavalar litosferin geniş ərazilərini əhatə edən hissələrdir. Litosfer tavalarının qalınlığı 50-200 km arasında dəyişir. Litosfer tavaları üst mantiyanın yumşaq plastik təbəqəsi olan astenosferin üzərində sürüşür. Və buna görə də onlar ildə bir neçə santimetrdən 8-10 santimetrə qədər neynir? Hərəkət edir. Və mantiyanın üst hissəsində maddələrin yer dəyişməsindən əmələ gələn qüvvə neynədir? Litosfer tavalarının hərəkətinə səbəb oldu. Çünki mantiyadan yer səthinə doğru qalxan güclü maqma axını litosfer tavalarını hərəkət etməyə məcbur edir. Və bunun da nəticəsində yer səthində relyef formalaşır, materiklərin yeri dəyişir, forması dəyişir və bunun hamısı litosfer tavalarının hərəkəti ilə bağlıdır. Litosfer tavaları iki hissəyə bölünür. Materik tipli litosfer tavaları və okean tipli litosfer tavaları. Bu, onların sərhədlərinin keçməsinə görə müəyyən edilir. Ərazi əhatə etməsinə görə isə litosfer tavaları yenə iki hissəyə bölünür. Böyük litosfer tavaları və kiçik litosfer tavaları. Böyük litosfer tavaları dedikdə biz bura materiklərin əsasını, özülünü deyirik. Məsələn, bura nəyi biz aid eləyəcəyik? Avrasiyanı, Şimali Amerikanı, Cənubi Amerikanı, Afrikanı, Hind, Avstraliya, Antarktida və Sakit Okeanı. Gəlin burada da baxaq. Böyük litosfer tavaları Şimali Amerika, Cənubi Amerika, Afrika, Avrasiya, Hind, Avstraliya, Sakit Okean və Ərəbistan, Antarktida litosfer tavası. Bunlar böyük litosfer tavalarıdır və bu litosfer tavalarından yalnız Sakit Okean təkcə okean tipli yer qabığına malikdir. Digərləri isə həm materik, həm də okean tipli litosfer tavalarıdır. İndi isə kiçik litosfer tavalarına nəzər salaq. Kiçik litosfer tavalarına isə aiddir Filippin, Karib, Ərəbistan, Kokos və Naska litosfer tavaları. Kiçik litosfer tavalarından isə sadəcə Ərəbistan materik tiplidir. Yerdə qalanlar isə okean tipli yer qabığından ibarətdir. Kiçik litosfer tavaları buradadır. Kokos, Karib, Naska, Ərəbistan, Filippin litosfer tavaları. Biz dedik ki, litosfer tavaları daim hərəkətdədir. Litosfer tavaları bir-birinə ya yaxınlaşır, ya da uzaqlaşır. Yaxınlaşanda adlanır konvergent sərhəd, kənarlaşanda isə adlanır divergent sərhədlər. İndi isə gəlin bu haqda ətraflı öyrənək. Konvergent sərhəd o deməkdir ki, bu üç hissədə, yəni tavaların toqquşma zonasında baş verir və üç halda ola bilər. Buna aiddir materik və okean tipli yer qabığına malik olan litosfer tavalarının toqquşması, iki okean tipli yer qabığına malik olan litosfer tavalarının toqquşması və materiklə materikin toqquşması. Əgər materik tipli litosfer tavaları toqquşursa, hər ikisi materik tiplidirsə, bu adlanacaq kolliziya. Yəni materiklə materik toqquşursa, bu adlanır kolliziya. Və bu zaman
quruda nəhəng qırışıq dağlar yaranır. Məsələn, baxın bura Avrasiya ilə Hind, Avstraliya və Afrika litosfer tavaları toqquşmuşdur və burada nəhəng Alp-Himalay qurşağı yaranmışdır ki, burada daxildir Alp dağları, Qafqaz dağları, Karpat dağları, Himalay, Qaraqorum, Atlas kimi cavan dağlar aiddir. Bu nə adlandı? Kolliziya. Daha sonra materiklə okean tipli litosfer tavası toqquşa bilər. Materiklə okean tipli litosfer tavası toqquşarkən isə bu hal subduksiya zonası adlanır və sahil boyu quruda dağlar, okeanda isə dərin çökəkliklər, yəni novlar yaranır. Məsələn, biz buna aid eləyə bilərik Ant dağlarını, Peru çökəkliyini, bəzən novlara paralel olaraq isə adalar qövsü yaranır. Gəlin öyrənək ki, Ant dağları və Peru çökəkliyi necə yaranıb. Nazca litosfer tavasından Cənubi Amerika litosfer tavası, fikir verin, Nazca ilə litosfer, deməli Nazca litosfer tavasından Cənubi Amerika litosfer tavası toqquşdu. Nəticədə materikin kənarında Ant dağları yarandı, sahildə isə Peru çökəkliyi yarandı. Daha sonra Şimali Amerika ilə Sakit Okean litosfer tavası toqquşdu, Kordilyer dağları yarandı. Bu zaman dedik ki, quruda yarandı dağlar, sahildə isə yaranacaq adalar. Məsələn, biz bu adalara Aleut, Kuril, Filippin, Yapon, Ryukyu adalarını misal göstərə bilərik. Bundan başqa materiklə dedik ki, materik toqquşdu, adlandı kolliziya, materiklə okean toqquşdu, adlandı subduksiya. Bunlardan başqa okeanla okean tipli, yəni iki okean tipli litosfer tavası da toqquşa bilər. Bu harda baş verir? Bu deməli Filippinlə Sakit Okeanın toqquşması baş verir bu hissədə. Filippin və Sakit Okean litosfer tavası toqquşur. Bu zaman yer səthinin ən dərin çökəkliyi olan Marian çökəkliyi və Marian adaları yaranır. İndi isə gəlin divergent zona nədir? Yəni tavalar bir-birindən ayrılanda nə baş verir? Onu öyrənək. Divergent zona tavaların ayrılma zonasıdır. Yəni iki tava bir-birindən ayrılır. Əgər iki tava bir-birindən ayrılarsa, məsələn, biz buna misal göstərə bilərik. Gəlin burada yenə baxaq. Şimali Amerika və Avrasiya litosfer tavaları və Cənubi Amerika ilə Afrika litosfer tavaları bir-birindən ayrıldı və bu ayrılma zonasında nə yarandı? Orta okean dağ silsilələri yarandı. Bəzən bunlar da yer səthinə, okeanda, baxın, okeanda belə hündürə qalxaraq, yəni vulkan püskürməsi nəticəsində hündürə qalxaraq vulkanik adalar yaradır. Bu adalara isə İslandiyanı, Azoru, Müqəddəs Yelenanı misal göstərə bilərik. Bundan başqa divergent sərhəddə biz deməli Kokosla, baxın bura, Kokosla Nazca ayrıldı və burada Galapagos adaları yarandı. Sakit Okeandan Nazca'nın ayrılmasında isə Pasxa adası yarandı. Divergent zona sadəcə okeanda baş vermir. Baxın, deməli, eyni zamanda quruda da baş verir. Amma okeanda nə yaranır? Gəlin ona baxaq. Dedik ki, nə yarandı? Orta okean dağ silsilələri yarandı. Eyni zamanda rift dərələri yaranır. Rift dərəsi yaranır və rift dərəsi nədir? Okeanın ən cavan, ümumiyyətlə, okeanda ən cavan yer qabığı rift dərəsində yerləşir. Yəni, burada yaranır. Ən cavan yer qabığı rift dərəsində yaranır. Dedik ki, divergent sadəcə okeanda olmur, quruda da baş verir. Bu hadisə baş verəcək harda? Afrikada. Afrikada Qırmızı dənizdən Zambezi çayına qədər nəhəng Şərqi Afrika sınma zolağı yerləşir ki, bu zonada tektonik çatlar boyunca qraben ərazilər yaranır. Qraben isə dərin və
Uzunsov olur. Burada isə qraben mənşəli göllər yaranır. Bu bizim oldu litosfer tavaları və litosfer tavalarının hərəkəti. İndi isə gəlin litosfer tavalarının ayrılmasında və toqquşmasında yaranan adalara nəzər salaq. Baxın, divergentdə yerləşən adalara nəzər salaq. İslandiya adası. İslandiya adası Şimali Amerika və Avrasiyanın ayrılması nəticəsində yarandı. Azor adaları yenə Şimali Amerika, Avrasiya və Afrika tavasının ayrılması nəticəsində yarandı. Daha sonra deməli, Cənubi Amerika ilə Afrika tavasının ayrılması nəticəsində Voznesneniya, Müqəddəs Yelena, Tristan da Cunha, Golf adası yaranacaq. Sakit Okeanla Naska'nın ayrılması nəticəsində Pasxa, Kokosla Naska'nın ayrılması nəticəsində isə Galapagos adaları yaranır. Tavaların toqquşma sərhəddində isə, yəni konvergentdə isə dedik ki, nə yaranacaq? Qövsvari adalar yaranacaq. Kariblə Şimali Amerikanın toqquşması nəticəsində Kuba, Yamayka, Haiti adaları yaranır. Bu hissədə deməli, dedik ki, Filippinlə Sakit Okeanın toqquşması nəticəsində Marianov və Marian adaları yarandı. Sakit Okeanın Avrasiyanın toqquşması nəticəsində burada Ryukyu adaları, Kuril adaları, Aleut adaları burada yarandı. Və Hind-Avstraliya ilə Sakit Okeanın toqquşması nəticəsində Yeni Zelandiya, Yeni Kaledoniya, Yeni Qvineya adaları yaranacaq. Bu da oldu konvergent zonada yaranan adalar. Eyni zamanda baxın, Avrasiya ilə burada Afrika litosfer tavasının toqquşması nəticəsində, yəni iki qurunun toqquşması nəticəsində də Aralıq dənizində olan Korsika, Krit, Kipr, Balear, Sardiniya, Siciliya kimi adalar yarandı. İndi isə gəlin geosignal nədir, platforma nədir, onu öyrənək. Geosignal yer səthinin qeyri-sabit, yəni daim tektonik proseslər, zəlzələ və vulkanlar baş verən əraziləridir. Və bu ərazilərdə litosfer tavalarının sərhədlərinə uyğun gəlir. Geosignal ərazilərdə qalxan hissələr antiklinal, çökən hissələr isə sinklinal adlanır. Biz geosignal zonalara Ant-Kordilyer hissəsini, dağ sistemini, Alp-Himalay dağ sistemini, Sakit Okean odlu qövsünü, eyni zamanda Orta Okean silsilələri və rif dərələrini misal göstərə bilərik. Platforma isə yer qabığının daha sabit hissəsidir. Yəni onlar tavaların sərhəddindən kənarda yerləşir. Yerin sakit, sabit hissələridir. Və bu ərazilərdə çökmə süxurların üfüqi şəkildə toplandığı, hamarlandığı qatlardır. Platforma özü iki hissədən ibarətdir. Kristallik bünövrə və örtük qatından. Platforma örtüyü və dedik ki, nə? Kristallik bünövrə. Platforma örtüyü onun üst hissəsidir. Yəni burada çökmə süxur qatları olur. Və bu süxurlarda üfüqi şəkildə olur. Burada əsasən yanar, çökmə mənşəli yanar faydalı qazıntılar olur ki, buna da nefti, qazdı, daş kömür aid edilir. Kristallik bünövrə isə platformanın altındakı mərtəbədir və orada maqmatik süxurlar, əsasən qranit və metamorfik süxurlar olur və burada filiz faydalı qazıntılar mövcud olur. Siper isə buna biz qalxanda deyə bilərik, platformanın nisbətən yuxarı qalxmış sahələridir. Gəlin burada daha ətraflı baxaq. Baxın, bu hissə siperdir, yəni qalxan adlanır. Üst hissə görürsünüz, üfüqi lay şəklindədir. Alt hissə isə nədir? Kristallik bünövrədir. Biz qalxanlara, siperlərə məsəl göstərə bilərik. Məsələn, Baltikdir, Kanada qalxanı, Braziliya, Ukraynanı misal göstərə bilərik. Platformalarda qalxan sahələr antikliz, çökən sahələr isə sinekliz adlanır. Və platformalarda sınıb enmə sahələri qraben, qalxma sahələri isə horst adlanır. Baxın, görürsünüz, bu qırıldı, fay qırıldı, bu adlanır qraben. Bir hissəsi qırılır, digər hissəsi qalxır. Qalxan hissə horstdur, qırılıb enən hissə isə qraben adlanır. Və qraben iki horstun arasında yerləşən çökmə hissədir. Yəni çökən hissədir.
Platformalar özü də yaşına görə iki hissəyə bölünür. Qədim və cavan. Qədim platformaları biz materiklərin özünü misal çəkəcəyik və materiklərdə olan bəzi qədim platformalar var ki, buna Şərqi Avropa, Afrika, Ərəbistan, Antarktidanı, Sibiri misal çəkə bilərik. Cavanlar isə Almaniya, Polşa, Ön Qafqaz, Turan və Qərbi Sibir platformalarını misal göstərə bilərik. Cavan platformalar Paleozoy erasında əmələ gəlmişdir. Biz ona cavan deyirik, amma buna baxmayaraq, yəni o Paleozoy erasındadır. Yəni çaşıb Kaynozoy deməyin. Paleozoy erasında cavan platformalardır. Qədim platformalar isə Arxey və Proterozoy erasında yaranmışdır. Və platforma öz yaranması üçün geosiqnalın 4-cü mərhələsini, yəni 4 mərhələsini keçməlidir. Geosiqnal özü inkişafına 4 mərhələyə ayrılır. Birinci mərhələdə yer qabığının böyük bir hissəsi çökür. Bu hissələr çökür və həmən hissələrə yağış yağaraq dənizin hövzəsini yaradır. Və burada qalın çökmə suxur qatı toplanır. Təzyiq və temperatur nəticəsində burada metamorfik suxurlar yaranır. İkinci mərhələdə isə enmə davam etsə də müəyyən hissələrdə qalxmalar baş verir. Və çoxlu sayda enmə və qalxmalar olur. Antiklinal və sinklinallar. Üçüncü mərhələdə həmən bu antiklinal və sinklinallar birləşərək iri dağ sistemlərini əmələ gətirir. Dördüncü mərhələdə isə artıq daxili proseslər zəifləyir və artıq dağlar parçalanır, aşınır, düzənliklərə çevrilir və ən sonda bu platforma mərhələsi adlanır. Bugünkü dərsimiz bu qədər. Uğurlar.